Salam, hər vaxtınız xeyir olsun. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Bildiyiniz kimi bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Almaniyaya səfər elədi. Bu səfər ərəfəsində prezidentin köməkçisi Hikmət Hacıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Xarici İşlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər sosial şəbəkələrdə görüntüləndi. Eyni zamanda prezidentin köməkçisi Hikmət Hacıyevlə xaricdə yaşayan bloger Tural Sadıqlı arasında bir diyaloq gerçəkləşdi və bu diyaloq çox məqsədə uyğun, təqdirə layiq bir diyaloq oldu. Yəni orada prezidentin köməkçisi Hikmət Hacıyev Tural Sadıqlıya sual verdi ki, vətənə xəyanət davam etdirilirmi? Yəni Tural Sadıqlı bilirsiniz ki, Avropada yaşayan bir bloger kimi özünü təqdim edir və Azərbaycanda Azərbaycan prezidentinə, Azərbaycan məmurlarına qarşı təhqiramiz ifadələrlə sosial şəbəkələrdə çıxış eləyir. Buna görə də onu vətənə xəyanətlə qiymətləndirir bizim Hikmət Hacıyev. Amma çox sağ olsun, çox təqdirə layiq haldır və artıq bu vətənə xəyanət eləyənlərin əksəriyyətini biz tanıyırıq. Ramiz Mehdiyev də vətənə xəyanət eləyir, Əli Kərimli də vətənə xəyanət eləyir, indi də Tural Sadıqlı vətənə xəyanət eləyir. Bunları başa düşdük. Amma bu xalqa xəyanət eləyənləri nə vaxt Hikmət Hacıyev açıb göstərəcək? Bu Azərbaycan xalqı yaşaya bilmir. Azərbaycan xalqı demək olar ki, pul üzünə həsrətdir. Azərbaycan xalqı iş üzünə həsrətdir. Bunlar görə nə vaxtı çıxacaq və bu məmurlar, gözləri doymayan məmurlar bugün Azərbaycan xalqının demək olar varını, dövlətini, malını, pulunu mənimsəyiblər, Avropa ölkələrinə daşıyırlar və bundan da yəqin ki, hakimiyyətin xəbəri var. Və bu məmurların nə vaxtsa bu gözündən gələcək, bu vətənə xəyanət deyilmi? Bu xalqa xəyanət deyilmi Hikmət Hacıyev? Bu haqqında da danışmaq lazımdır. Əgər bu haqqında da bir özünüzdə cəsarət tapıb danışsaz ki, bu xalqın varını, dövlətini tanıyan məmurlar görəsən niyə bugün əllərini, qollarını sallayıb gəzirlər? Bu haqqında da yəqin bir məlumat verər də bizim çox hörmətli prezidentin köməkçisi Hikmət Hacıyev. Bugün televiziyaya baxırıq, bugün sosial şəbəkələrə baxırıq. Daşkəsənin icra başçısı Əhəd Ağayevin malı, mülkü ortalığa çıxır. Bilmirəm, indi bu sosial şəbəkədə bu diqqəti yayındırmaq üçündür, bu ac-yalavac xalqı idarə etmək üçündür. Ondan sonra Salih Məmmədov var idi. Bugün onun da mülkləri ortalığa çıxır. Belə də Allah bədbəxt eləyibdir bizi. Ona görə bədbəxt eləyibdir ki, başımıza qapazı vururlar, əlimizdən pulumuzu alırlar. Sonra da Tural Sadıqlını, digərlərini bu xəyanət eləyibdir. Başa düşdük. Bunun xəyanət eləməyi bu xalqın cibini doldurmur. Gündəmi dəyişmək üçün lazım olan bunlar vasitələrdir. Amma bugün xalq acdır. Bugün xalq yalavacdır. Bu yalanla hara qədər getmək olar? Bu cür gözümüzün, xalqın gözünün içinə baxa-baxa nə qədər yalan danışmaq olar? Bu yalanla iqtisadiyyatımız inkişaf eləmir. Bu yalanla xalqın varı dövləti artmır. Bu yalanları danışdırmaqla ancaq hakimiyyətdə bir qrup insanlar özlərini aldadır və elə bilirlər ki, xalqı aldadırlar. Yox, xalq artıq demək olar ki, inanmır, heç nəyə inanmır. O xəyanətkar, bu xəyanətkar, o belə getdi, bu biri 20 milyardlar da qazanırsınız. Bugün İlham Əliyevi gör nə günə salmışsınız. İlham Əliyevə baxanda yazığım gəlir. Artıq onun qəddi bükülübdür. Ona əvvəllər deyirdilər ki, Qarabağ Fatihi. Amma bugünkü gün mən İlham Əliyevə baxdım, ürəyim ağrıdı. Bu insanı nə günə salmışsınız? Bu belə prezident saxlamaq olmaz. Hara baxırsan təhqir, hara baxırsan söyüş, artıq Azərbaycanda oturan məmurlar, maqnatlar deyirlər, onlar o monopolistlər İlham Əliyevi eləyiblər heç nə, Mehriban Əliyevanı eləyiblər heç nə. Və bunların da günahkarı kimdir? Onun ətrafıdır. Bugün əgər bir maqnat deyirsə ki, mən İlham Əliyevə rüşvət verirəm, mən Heydər Əliyev fonduna pul köçürürəm, bundan danışmaq lazımdır. Bundan danışmaq lazımdır. Bunları kimdir yaradan? Prezident yaratmır ki, prezident tək adamdır. Ətrafındakı köməkçiləri yaradır. Bugün baxıram sosial şəbəkələrdə bu Arzum 999 həbsdən çıxıbdır. Və deyirlər ki, sağ olsun, hakim ədalətli hakimdir. Gör, Arzum 999-u həbsdən çıxardıb. Nəyə görə bu adam öldürübdür? Əgər bunun günahı yox idisə, niyə tuturdunuz? Əgər günahı var idisə və bunu hansı şərtlər daxilində çıxardırdınızsa, elə birinci dəfədən çıxardınız. Şodur da bunların hamısı. Və xalqın artıq, bilirsinizmi,
İstəyirsiniz ki, xalq sizə inansın. İstəyirsiniz ki, xalq bilsin ki, həqiqət nədir. Bir Arzum 999 kimdir? Hansı işinə görə siz bunu fenomen eləmisiniz? Nəyə görə bu qədər Arzum 999-un dalından gedir, Velizarın dalından gedir? Bu İlham Əliyev hakimiyyətinə qara ləkədir. Bunu ölkənin prezidentinin köməkçisi, bu mətbuatın darmadağın eləyən Hikmət Hacıyevdən soruşmaq lazımdır ki, ay Hikmət Hacıyev, nə olar, sizdən artıq dərəcədə xahiş edirik. Bu cür qeyri-obyektiv fikirlərlə bu xalqı çaşdırmayın. Xalqa nə lazım deyil ki, bugün siz orada hansısa bir blogeri, Tural Sadıqlını vətənə xəyanətlə ittiham elədiniz. Bunu bacarırsınızsa, bu xalqın cibini doldurmaq lazımdır. Bu xalqa maliyyə vəsaiti yoxdur. Xalq bugün bir çörəyə həsrətdir. Elə bir vəziyyətə salıblar ki, xalqı dərman ala bilmir, çörək ala bilmir, yalvarır. Nə qədər qazilərimiz özünü yandırdı. Və bunlardan danışmaq lazımdır. Yoxsa Avropada gedib kimisə xəyanətkar çıxartmaq bu biraz elə bil ki, gündəmi dəyişmək kimi şeydir. Mən neynirəm? Tural Sadıqlının da başına bir daş düşdüyünü, o birilərinin də başına bir daş düşdüyünü. Onlar şərəfsiz, ləyaqətsiz insanlardır ki, çıxıbdı cənab prezidentimiz İlham Əliyevə ki, sən diktatorsan, sən nə bilim, yalancısan və s. və ilə axır, xarici ölkədə. Bunlar haqqında danışmaq lazımdır. Və bunları kimlər deyilən? Bunları Azərbaycan, bax, xəyanətkarı burada axtarmaq lazımdır. Vətənə xəyanət Azərbaycandan başlayır, buradakı insanlardan başlayır. Budur əsas məsələ. Ondan sonra qalxırsınız, gedirsiniz orada Avropada kimsə axtarırsınız. Buradan başlamalı. Onları kimdir maliyyələşdirən? Sizin ətrafınızdır maliyyələşdirən. Ay Hikmət müəllim, hamısını çox gözəl bilirsiniz. İstənilən vaxtı susturursunuz, istənilən vaxtı da fıskırdırsınız prezidentin üzərinə, Mehriban xanımın üzərinə. Bunlar adi bir hallardır. Bunları hamı bilir. Hamı bilir ki, kim kimdir. Artıq xalq başa düşür. Artıq o jurnalistlər var ki, sizin tərəfinizdə ki, bəli, mən başa düşürəm, mən anlayıram. Hər bir şeyin öz siyasi yolu var. Mən bunları başa düşürəm, amma xalq azdır. Bundan danışmaq lazımdır. Xalqın pulu yoxdur. Xalq yaşaya bilmir. Xalq dözülməz bir halda borc içində yaşayır. Amma bugün pullar Avropada, orada, buradakı hakimiyyəti qoruyaq. Belə hakimiyyət olmur. Xalqı qorumaq lazımdır. Hakimiyyətin nəyini qoruyursan? Hakimiyyət öz-özünü qoruyur. Bugün 20 minə yaxın pul alırsınız yəqin ki, prezident administrasiyası. Amma bir manada ehtiyacı olan Azərbaycan xalqı zülüm çəkir, sürünür. Bundan danışmaq lazımdır. Yoxsa hansı xəyanətdən? Kimdir xəyanət eləyən? Yenə də hakimiyyətin içərisindədir. Xəyanət də hakimiyyətin içərisindədir. Bugün məhkəmə sistemi bərbad gündədir. Bugün ali məhkəmə yox səviyyəsindədir. Bugün elə bir vəziyyətə gətirib çıxarılıbdır ki, Azərbaycan haqqında müsbət bir nəyisə demək insan üçün çətindir. Çünki baxırsınız, hamı ağlayır. Qan ağlayır. Bir var ağlasın, bir də var qan ağlayır. Nəyə görə? Dolana bilmirlər. Bundan danışmaq lazımdır. Yoxsa Ramiz Mehdiyev xəyanətkardır. Neçə ildir Ramiz Mehdiyev yedi, indi də oturubdur orada bağında xəyanətkardır. Belə hakimiyyət olur. Ya tutursan xəyanətkardır, tut sox içəri. Və yaxud da Tural Sadıqlını getmişsən, bu vətənə xəyanət eləyir. Bu mənə lazım deyil. Bu xalqa lazım deyil. Bu xalqa dolanmaq lazımdır. Xalq dolansa heç kim də xəyanətkar çıxmaz, heç kim də vətənə xəyanət eləməz. Bunu administrasiyada və prezident administrasiyasında, prezidentin ətrafında oturan maraqlı tərəflər var ki, bunlar bilirlər və o pafoslu çıxışlarla istəyirlər xalqı nəyəsə inandırsınlar. Xalq bir şeyə inanır ki, Azərbaycan iqtisadiyyatı çöküb, Azərbaycanda sahibkarlıq sıfır səviyyəsindədir, Azərbaycanın biznesi sıfır səviyyəsindədir. Azərbaycanda bu dəqiqə nefti, qazı, suyu Azərbaycan xalqına aid deyil. Bunu Azərbaycan xalqı çox gözəl bilir və bugün bilir ki, Azərbaycan xalqının prezidenti cənab İlham Əliyevi aldadırlar. Bugün Mehriban Əliyevanı söyürlər, təhqir eləyirlər. Bunu bilir. Amma səbəb odur ki, buradakı monopolistlər ki var ha, onların da ətrafında prezidentin köməkçiləri belə yığışıblar və onlar monopolist saxlayırlar. Həmin monopolistlər də ölkə prezidentinə deyir, rüşvət verirəm və Heydər Əliyev fonduna da pul keçirirəm. Buna görə də mən qanun da bilmirəm, heç nə bilmirəm və xalqın, zülümkar xalqı, zülüm ağladır. Hikmət Hacıyevdə xəyanətkar axtarmaq. Bu düzgün deyil.